mənə. Bu gece gedim denize. Orada gözləyir rəfiqələr məni. Orada unuduram mən qəmi kədəri. Gün çıxdı, gəldi yay. Benimki denizdi, əvəz etmir onu çay. Yay 90 günlük əyləncə. Bu dəqiqələrdən başladı zənnimcə. Səhərləri açıram mən sahildə. Doğma Xəzərin qoynunda üzürəm. Üzümə vurur soyuq ləpələr. Gözləyir məni nələr. Azərbaycanca dəniz. Rəqs edirik biz. Azərbaycanca dəniz. Rəqs edirik biz. Papa mama icazə ver mənə. Bu gece gedim dənizə. Orada gözləyir rəfiqələr məni. Orada unuduram mən qəmi kədəri. Elə bir divarı oxuyur ya. Rasim baba. Azərbaycanca dəniz. Rəqs edirik biz. Bağışlayın, mən paltarlı girirəm dənizə. Ağa ehtiyatlı ol ağa. Dəniz. Faik Bey, ne düşünürsünüz maskamız hakkında? Hoşunuza geldi. Məni düşündürən ağa, sən səni qorxuram boğulasan orada. Dənizdə axı, baxma. Sən bizə lazımsan. Çox gözəl nömrədir. Mən xüsusilə bizim iştirakçıya, bizim maskanın arxasında gizlənən artistə qayıdacağım. Mən aranjmançıya böyük təşəkkürümü bildirmək istəyirəm. Görün, nə gözəl səs akordları var idi orada. Nə gözəl səslər, back vokallar yazılmışdı. Nə gözəl idi. Çox eşq olsun. O ki qaldı bizim çıxışçıya. Dəqiq anlayıram ki, oxumağını dinlədim. Azərbaycan bölməsini bitirən, məktəbi Azərbaycan bölməsində bitirən insan deyil. Yəqin barlara gedir də. Hə, həsrət qalıb barlara. Amma bax, bayaqki versiyaya mən indi qayıtmaq istəyirəm. Mənə elə gəlir ki, bu geyimin içində xanım ifaçı deyil. Wow. Mənə elə gəlir və həm o Bircə dəqiqə. Əli də ağırdı ya. ehtiyatlı ol. Əli, yavaş kişi. Aparacaq ha sən. Şəhəridir. O xanımdırsa sən batdın. Tibi aparacaq. Sən bu Deməli, dənizdə baxın, batdın. həm mənə elə gəlir ki, rus dilli olması, bax, məni indi deyəcəyim versiyaya gətirdi. Həm də səsin rəngi. Mənə elə gəlir ki, bu maskanın arxasında Samir Bağırov ola bilər. Hoppa, maraqlıdır. Aranızda kim dənizi sevir? Kim dəniz? Hamı. Mən bu il boğulurdum. Doğrudan deyirsin, dənizdə. Əməlli başlı. Çıxartdılar dalğıcılar. Murad, onda görəndə hansısa bir hissləri keçirdiniz dənizimizi görəndə? Yo, amma çox yaxşı hisslər keçirdi. Süni nəfəs elədilər. Yo, o dərəcədə Ay, deyildi. yaxşı. Baxıram günəş, dəniz, meduzalar, qağayılar. Qağayı yanımda. Aha, çox gözəl hisslər bəxş etdi mənə bu nömrə. Mən bir şey deyim. Bilmirəm hansı bölməni oxuyub bitirib. Burada çox istedadlı bir artist var. Bu dəqiqdir. İndi alqışlayın, zəhmət olmasa. Əsl artist. Dənizimizin üzərində olan buruqlara da diqqət edin ha. Burada neft buruqları var. Bəli, bu bizim milli dənizimizdir, Xəzər İlk dənizi. aldığım hissiyat nə idi? Bu kimdisə özünü Nərmin Kərimbəyova kimi bizə tanıtmaq istəyir.
Точно. Nərminin hərəkətlərini götürüb, Nərminin əl və əndam hərəkətlərini hal-hazırda səhnədə nümayiş etdirir, amma dəfə də- Nərmin olmaya bilər. Hə bax, Bu dalğalanır. Yo, Bu Nərmin də dalğalanır da. Dalğalanır bu. Elə Nərmin də Hətta mənə dalğalanır. təsir edir. Ay sağ ol. Bax bizi anlatmaq istəyirlər ki, hamımız gedək Nərmin tərəfə. Bax, ilk söyləyəcəyim fikir budur. Səs tembri mənə Emma Ələkbərzadəni xatırladır, amma 20 il bundan əvvəlin Emması ola bilərdi. Çünki indi Emma belə deyil. İndi Emma pişik ola bilər. Yeri gəlmişkən. Və niyə bu Təranə Mahmudova olmasın və yaxud da ki Elnarə? Ötən maskadan hamı deyir Elnarə, Elnarə, Elnarə. Bu deyil ha? Elnarə deyil. Elnarə deyil. Nəyə görə sənə deyirəm? Siz bütün illüziyaları, xəyalları puç etməklə məşğul olun. Bayaq da qeyd Murad etdim. show biznesdə nə qədər ad var, hamısını sadaladı. Tələffüzə görə bu Azərbaycan bölməsini bitirən insan deyil. Dəqiq sənə deyirəm. O artistizmdir. Bəlkə anladılar, O trükdür, ay. faiz. Anlatmağa gəlsə, heç kimin səsinə fikir verməyin. Ötən birinci mövsüm bizə təsdiqlədi ki, bura gələn insanlar o qədər səsini dəyişir ki, biz görün, nə Zamiqi tanıya bildik, nə Eldarı tanıya bildik. Faiz. Yəni, gör nə qədər müzakirələr gedirdi. Nadiri tanımadıq biz. Tanıdım. Alovda. Mən tanıdım hamısını. İndi sən belə bizdə sıradan birisi deyilsən də. Vəssalam. Murad Arif papağını çıxardıb qoydu qabağına fikirləşəcək indi. Kamilə xanım, sizin fikriniz? Mən düşünürəm ki, ola bilər ki, bizim qarşımızdakı həmin bu ecazkar dalğalı dənizimiz sevilən aktrisamız Həcərdir. Bilirəm. Həm səhnə, Ola həm bilər. ifa, bu yaxınlarda O karmanı da. səs kimdən gəldi? Əlini sıxın da Nigar, sənin. bir dəfə də zəhmət olmasa. Ən gözəl variantlar həmişə Bir dəfə də o səndən səs düşür. Düz çıxmasa da. Düz çıxmasa da. Nigar, süper buyurun, variantlar fikriniz. deyirsən. Pardon. Fikrinizi Mən- söyləyin. Olar, Dənizimizi aha. bəyəndiniz. Yox, Ən çox dəniz sevən adamlardan birisiniz Okey, siz. dənizlə- Romantiksiz. Dənizlə bağlı çox gözəl, çox gözəl. Deyə bilərəm ki, uzun boyludur. Uzun boyludur. Vысокий, ha. Doğrudur. Uca boylu, o pardon. Uca boyludur. Hündür boylu da deyə Pardon, bilərsən. hündür. Hündür boylu. Mən düşünürəm bu bizim aktrisamız Pərvin Əbiyevadır. Hoppa. Çox maraqlı. Versiyalardan birində Nigar Camal söylədi. Görəsən Coşqun bəy, professorumuz nə deyəcək? Mən təəccüb eləyirəm bunların fikrinə. Mən bunların fikrinə, abalam gözünüzün qabağında DJ Roza. Roza zərgərli DJ Roza dayanır. dayanır. Niyə? Həm ağadan hündürdür. Amma sən deyən variant da mənim ağlıma batdı. Onun içində qadın da olmaya bilər. Orada kişi də ola bilər. Amma daha çox nazına, qamətinə yenə də bu şou bizi alladır. Bu şou yenə öndədir, bizdən də öndədir. Halal olsun sizə, amma mənim versiyam Rozadır. Dəyərli detektivlər, indi Maska, Dəniz özü haqqında iki məlumat verəcək. Biri doğrudur, biri yanlışdır. Yanlışı doğrudan, doğrunu yanlışdan ayırmağı siz daha yaxşı bacarırsınız. Təbii ki, auditoriyamız da kömək edəcək. Dəniz, özün haqqında iki məlumat ver. Buyur Dəniz. Ailəmlə qəzaya düşmüşəm. Dedi ki, ailəmlə qəzaya düşmüşəm. İkinci məlumatı eşidək. Kirayədə qalıram. Buy. Bir, dedi ki, ailəmlə qəzaya düşmüşəm. Sonra dedi ki, kirayədə qalıram. Auditoriya birinci məlumatı daha doğru hesab edir. Ağa. Detektivlər, siz necə hesab Özdə edirsiniz? kirayədə qalıram sözünü elə intonasiyanla dedi. Elə bildim bir anlıq Elgizin verişindəyəm. Yox, ola bilər də. Yəni bəlkə villa tikdirir özünə, bəlkə yeni bir ev tikdirir. Murad, bəlkə bir Yəni, ipucu verdi sizə. Yo, mən bildiyimə görə bizim desəm belə bir söhbətimiz var. Bilmirəm təmirlə bağlı, nə ilə bağlıdır. Nərmin bir müddət kirayədə qalıb. Mən belə bir söhbət də eşitmişəm. Bəlkə də heç Nərmin deyildi, bəlkə də heç kirayə deyildi. Biraz fikirləşəcəm mən. Yo, nəsə inanmıram kirayəyə mən. Nigar, tanıyırsınız belə adam? Yaxşı, Yaxşı, kim ailəmlə ailəsilə gəzir? qəzaya düşmüşəm Kim qəzaya variantı da var idi və hətta auditoriya ona xüsusi olaraq diqqət Ağa, yetirdi. boyun neçədir sənin? 1.70. 1.70. Rozadır. Amma bilirəm ki, Roza təzə villa alıb. Fil? Villa. Villa. Hə, elə biz də fil başı. Villa. Rozanın xeyrinə bir dənə mənim ipucum var. Bayaq bir söz dedi ki, rəssam bu rəssamın işidir.
Rəssamın işi sözü səsləndi. Rozanın da super hitini rəssam yazıb. Bax bu ona eyham ola bilər. Sadəcə olaraq Bəli, Roza bəli. Zərgərlinin indi qan donduran turneləri var. Bilmirəm o işlə bu işi çatdıra bilərmi yoxsa yox? Camilə, Aycan. buyurun, sizin fikriniz nədir? Kim ola Kirayə bilər yoxsa sizin ki, fikrinizcə? məncə də kirayə versiyasına daha çox qalıram. Yəni ola bilər ki, kimsə təmir edir, kimsə özünə təzə ev alır. Çünki qəza ilə bağlı ağlıma heç nə gəlmir. Əslində səsinin tembrini daha bir müğənniyə oxşatdım. Amma mən ki bu kosmosa geyib gəlirəm, o bir anlıq olaraq yadımdan çıxdı. İndi düşdü O kosmosa yadıma. sizə Sen kömək edir, müğənni ha? tanıyansan Kimdi, da. kimdi, Sen- kimdi, sen kimdi? başka adam Kimdi? seni. Bax indi yenə kosmosa uçacaq. Kimdi? De o adı. Düzdür, bədən quruluşu oxşamır. Amma ola bilər ki, kostyumla gizlənib. Amma səsinin notlarında elə bil ki, ona bənzətdim. Samirə, Əli Mərdan. Mən demək istəyirdim. Mən dedim. Sən deyə Kamilə. bilmədin. Amma Burada var səhv anlayırsan. bəyaları mənə Çox hələ zərif də. oxuyanda bizim personajımız Nigar buradan dedi ki, bəlkə Samiradır. Murad, son təxmininiz. Mən bu dəqiqə tamam Samira. yeni bir ad ağlıma gəldi. Və bu çox mümkündür. Düzdür, mən nə deyirəm Faiq Ağayev anında mənim bütün fərziyyələrimi puçudur. Bu Zülfiyə Xanbabayeva ola bilər. Wow. Nigar, Zülfiyə xan Babayeva Qızının kirayədə qalmır. sizin və mən təxmininiz heç Nigar vaxtda, Camal. Qəzaya düşməyib. Qəzaya düşməyib. Hə. Baxın, Xeyr, Zülfiyə ikisi də Xanbabayeva heç yoxdur vaxt şəxsi həyatını gündəmə çəkməyib. Ona görə də Amma əgər yo, ən azından ötəri bir bilərdik. qəza Ən olubsa da azından belə bilərdik. Əzim biz bilərdik. Bilərdik, Biz bilərdik. bilərdik. Biz bilərdik. heç vaxt Və buyurun Xeyr, Nigar xeyr, Camal, şükür öz Allaha ki, heç təxmininizi vaxt söyləyin. düşməyib. Yenə də deyərəm, mən düşünürəm Pərvin Əbiyevadır. Amma baxaq. Bəlkə. Faiq Ağayev. Mənim əslində elə ilk səhnəyə çıxanda ipucularından öncə hələ oxumamış personajımız gələndə ilk əvvəl Elza Seyidcan fikirləşdim. Ən birinci. Barabadam. Ya obraz da ona uyğundur. Bax belə konstruktiv bir geyim. Elza özünü çox rahat hiss eləyərdi. Yəni bu cür ya- geyimdə, maskada. O hətta yadındadır məşəl də başında Bəli. eləmişdi. Mən gəlir ki, çox rahat özünü hiss eləyərdi bu geyimdə, amma Elzaya oxşasa da vizual olaraq səsindən, danışığından, oxumağından Samir Bağırovdur. Samir Bağırov. Kamilə Babayeva. Mən bu saniyəyə elə birinci versiyamda qalıram. Düşünürəm ki, bizim qarşımızda dəniz kimi dalğalanan Həcər Ağayevadır aktrisamız. Opa. Professor. Rosa! Detektivlərimizin bu ana olan təxminləri belədir. Bəs siz necə düşünürsünüz? Dəniz maskası arxasında kimdir? Hörmətli tamaşaçılar, Maska Show'nun ikinci mövsümü davam edir və biz birinci qarşıdurmanın sonuna gəldik, çatdıq. Bir neçə saniyədən sonra səs verməyə keçid alacağıq. Dəniz burada, biz isə bura pişiyi dəvət edirik. Kıs, 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 kıs. Ay ne güzel maskalardı. Bir tarafta deniz, bir tarafta pişik var. Değerli auditoriya, biz səs verməyə keçid alacağıq. Məhz siz səs verəcəksiniz. Onlardan biri gözləmə zalına və maskanı çıxarmağa namizəd olacaq. Biri isə növbəti mərhələyə keçid alacaq. Təbii ki, bunu siz təyin edəcəksiniz. Kim bugün maskasını açmağa namizəddir? Təbii ki, o maskanın arxasındakı həmin o məşhuru axtarırsınız. Kimsə növbəti mərhələyə keçid alacaq. Bunun üçün səs verəcəksiniz. Amma ondan öncə istəyərdim ki, detektivlər kimi məsləhət görürsünüz ki, növbəti mərhələyə keçirsinlər. Murad, sizdən başlayaq elə. Keçirsinlər kimi. Bəli, növbəti Yəni mərhələyə kimi xilas keçirsinlər. edək? Bəli, xilas Dənizi edək. xilas edək. Dənizi xilas edilməsini istəyərdiniz. Bəli. Çox gözəl. Nigar, Mən Belamı. Bela, bəli, pişiyi. Pişiyi? Bəli. çox gözəl. Kamilə xanım, Laki.
Pişik. Brr. Miau. Coşkun. İkinci pişi tanıdı. Mən pişikləri çox sevirəm. Pişik. Pişik. Pişiyi məsləhət gör. Dənizi də çox sevirik, amma Faik pişik Ağayev. daha yaxın. Ne A versiyası, ne B versiyası, C versiyası. İkisi de kalsın. İkisi də qalsın. İlk verilişti. Amma hər halda auditoriya eşitdiniz. Qərarı auditoriya verəcək. Kimin maskasının açılmasını istəyərdiniz? Hansı məşhuru görmək istəyərdiniz? Təbii ki, əgər təxminləriniz varsa. Qeyd edim ki, bura vokal yarışması deyil. Buranın hekayəsi tam başqadır. Burada məşhurlar maskaların arxasında gizlənərək öz istedadlarını nümayiş etdirirlər. Bura təxminlər şousudur. Bura maska şoudur. Və siz səs verəcəksiniz. Kimin maskasının açılmasını istəyirsiniz? Əgər siz pişiyin maskasının açılmasını istəyirsinizsə A düyməsini sıxacaqsınız. Əgər siz dənizin maskasının açılmasını istəyirsinizsə B düyməsini sıxacaqsınız. Səs vermə başlasın. Görəsən kim növbəti mərhələyə keçid alacaq? Stop! Səs vermə dayandırılsın. Bu andan etibarən səs vermirik. İndi nəticələr hesablanacaq. Və nəticələrin təbii ki, hansı maskaya nə cür təsir edəcək, bunu da bilmirik. Kim növbəti mərhələyə keçid alacaq? Pişik, yoxsa dəniz? Kim az səs toplayıbsa, o növbəti mərhələyə keçid alacaq. Kim səs çox toplayıbsa, o isə gözləmə zalına, yəni maskanı çıxarmağa namizəddir. Beləliklə, hansı maska dəniz, yoxsa pişik növbəti mərhələyə keçid alır? Növbəti mərhələyə keçir pişik. Siz növbəti mərhələyə keçid alırsınız. Dəniz, siz isə gözləmə zalına. Ola bilər ki, maskası sizi gördü. Buyurun.